Bol vitaminlərlə zəngin olan bu maska göz altındakı qaraları, qırışları və torbaları aradan götürəcəkdir. Bunun üçün bizə bir miqdar cəfəri lazımdır. Cəfərləri topladıktan sonra onu yaxşı-yaxşı yuyuruq və sonra isə bu maska üçün bizə aloe gülündən bir yarpaq götürürük. Cəfərləri tam xırda halda doğrayırıq ki, o püre halına düşsün, tam əzilsin. Bir qaba tökürük, bir xörək qaşığı cəfərinin pulpası olmalıdır və üzərinə bir yarpaq aloe jelisindən əlavə edirik. Və onları da qarışdırırıq və üzərinə yenə də bir çay qaşığı xama əlavə edirik. Bu maska gözaltı qırışları zamanla aradan götürür, torbaları, qaralmaları mütəmadi olaraq tətbiq etdikdə demək olar ki, yox edir. Ona görə də çalışın ki, həftədə 2 dəfə mütləq bu maskadan istifadə edin ki, o cür problemləriniz ortadan qalxsın. Bu maskanı 20 dəqiqə göz altında saxlamaq lazımdır.